Oruç tutmağı mömin bəndələr üçün günahlara qarşı qalxan eləyərək, şeytanın hilələrini boşa çıxaran Rəbbimizə sonsuz həmd və sənalar olsun. Salat, salam, təhiyyatül kiram, hər çeşid izzət və ehtiram Peyğəmbərlər Sultanı Həzrət Muhammedin, onun mübarək əhl-i beytinin, sahabələrin və İslam şəhidlərinin üzərinə olsun. Allah Taala'nın rəhməti, bərəkəti, məğfirəti və gözəl nemətləri cümlə müsəlman qardaşlarımızın üzərinə olsun. Əziz qardaşlar, bir hədis-i şərifdə keçir ki, Qurani Kərim və oruc haqq hesab günü mömin bəndələrini şəfaət edəcəkdir. Belə ki, əgər bir insan oruç tutubsa, heç kimin başqasına yardım edə bilməyəcəyi bir gün olan haqq hesab günündə tutduğu orucları onun yanına gələcəkdir və Allah Taala'ya belə bir səsləniş edəcəklər. Oruc deyəcək ki, ya Rəbbi, mən bu bəndəni yeməkdən, içməkdən uzaq saxladım və bu bəndə də Ramazan ayına hörmət göstərərək hər günümü məni tutaraq keçirdi. İcazə ver, mənə hörmət göstərən bu bəndəni cənnətə getməsinə yardımcı olum və onu şəfaət edim. Daha sonra Qurani Kərim bir başqa tərəfdən gələcəkdir və deyəcək ki, ya Rəbbi, bu bəndə gecələri yuxusuz qaldı, təhəccüd namazlarına qalxarkən məni oxudu, mənə vaxt ayırdı və sənin müqəddəs kitabın hökmündə olan məni dəyərləndirərək məndən faydalandı. İcazə ver, mən də bu qulu şəfaət eləmək istəyirəm. Bu zaman Allah Taala buyurar ki, ey oruc və Quran, hər ikinizə icazə verirəm, bəndənin cənnətə getməsi üçün yardımcı ola bilərsiniz. Beləcə həmin Qurani Kərim və oruc həmin bəndəni məcazi mənada əlindən tutaraq cənnətə aparacaqlar. Və eyni zamanda haqq hesab günü bir mömin bəndəyə mələklər belə səslənəcəklər. Ey mömin, Qurani Kərimdən bildiyin ayətləri oxu. Çünki sənin çatacağın ən yüksək dərəcə oxuyacağın ən sonuncu ayətin olacaqdır. Yəni bir mömin Qurani Kərimdən nə qədər çox ayəni əzbər oxuyarsa, cənnətdə onun çatacağı mövqe də bir o qədər yüksək olacaqdır. Ona görə də hər birimiz çalışmalıyıq ki, mübarək Ramazan ayını vəsilə bilərək daha çox ayət kərimi əzbərləyək ki, daha çox əzbərlədiyimiz ayələrlə əməl eləyək ki, qiyamət günü dərəcəmiz bu vəsilə ilə artmış olsun. Və hətta deyir ki, hədis alimləri olurdu ki, həmin hədis alimləri Ramazan ayı gələndə hədisləri bir qırağa qoyurdular, sırf ancaq Qurani Kərim ilə məşğul olurdular. Yəni, sırf Quranın bu müjdəsindən yararlanmaq üçün ona xüsusi bir vaxt ayırırdılar, bu şəkildə dəyərləndirməyə çalışardılar. Və deyir ki, baxdığımız zaman Bilal radiyallahu anh deyir, bir gün oruç tutur. Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ey Bilal, sənin bu tutduğun oruclara müqabil Allah Taala cənnətdə bir süfrə hazırlayır sənə. Yəni bizlər bugün burada az qalaraq əslində cənnət nemətlərimizi, cənnətimiz üçün bir tədarik, bazarlıq eləmiş oluruq. Bugün biz burada az qalıqda cənnətdə bizim üçün süfrələr orada hazırlanmış olur. Və əziz qardaşlar, Qurani Kərimdə də ayət kərimə keçir ki, cənnətdə möminlərə belə bir səsləniş olacaq ki, Əstəğfirullah, Kulu vaşrabu haniyan bima əslaftum fil əyyamil xaliyə. Etdiyiniz əməllərə qarşılıq bugün nuşicanlıqla yeyin və için. Yəni, mömin bəndələr üçün Quranda xüsusi bir nemətlər hazırlanıb ki, bu şəkildə bir səsləniş olacaqdır. Allah Taala cümləmizi bu ayənin müxatablarından qərar versin. Və baxdığımız zaman görürük ki, deyir, müəyyən əməllər vardır ki, həmin əməllər insanı Allah qatında bəlkə mələk dərəcəsinə çıxarır, bəzən də mələkdən daha üst səviyyə çıxmağına gətirib səbəb olur. Və bu əməllər hansıdır deyə Peyğəmbər sallallahu aleyhi ve sellemdən soruşanda buyurur ki, oruç tutmaqdır, namaz qılmaqdır, Quran oxumaqdır, zikr eləməkdir, sədəqə verməkdir və bu 5 əməl neyiniyir? Bu 5 əməl müminin Allah qatında mələklərdən də bəzən üstün səviyyəyə çıxmasına yardım göstərən ən təməl əməllərdəndir deyə Peyğəmbərimiz bizlərə buyurur. Və bir başqa hadisə, çox gözəl bir maraqlı rəvayət var ki, Peyğəmbər sallallahu aleyhi ve sellem həyat yoldaşına bir nəsihət verir. Buyurur ki, ey Ayşə, cənnətin qapılarını döyməyə davam elə. Təbii ki, bu sözə qarşılıq Həzrəti Ayşə anamız çox təəccüblənir. Deyir ki, ya Rasulullah, mən dünyada olduğum halda cənnətin qapılarını necə döyə bilərəm axı? Yəni, bu iş necə olacaqdır? Həzrət Peyğəmbər s.ə.v buyurur ki, sən deyir, oruç vasitəsilə deyir, cənnət qapılarını döyə bilərsən.
Yəni nə qədər çox oruç tutsan, bir o qədər daha çox cənnətə talib çıxmış olarsan. Ona görə də davamlı oruç tutmağa diqqət elə deyə Həzrət Ayşəmizə, anamıza çox gözəl belə bir nəsihət vermiş olur. Yəni deyir, möminin iki sevinc anı olacaqdır. Birincisi, iftara qovuşduğumuz an olur. Bir digər sevinc anı isə cənnətdə o tutduğumuz oruclara müqabil verilən mükafatı görəndə olacaqdır ki, Allah cümləmizin aqibətimizi o şəkildə xeyirli qərar versin deyə dua eləyək. Və həmçinin də biz baxdığımız zaman deyir, hər şeyin bir qapısı vardır. İbadətin qapısı isə Ramazan ayıdır, oruçdur. Həqiqətən baxdığımız zaman namaza başlayanlar orucluq ayında başlayırlar. Bir günahından tövbə eləyərək çirkinlikdən uzaqlaşanlar Ramazan ayında bunu edirlər. Yəni, dolayısıyla xeyirlərin qapıları həmişə baxırıq ki, üzümüzə Ramazan ayında oruc vəsiləsi ilə açılmış olmaqdadır. Bu da Ramazanın nə qədər dəyərli, nə qədər müqəddəs və nə qədər mübarək bir ay olduğunu bizlərə göstərmiş olur. Deyir, baxdığımız zaman burada deyir, 4 qrup insan vardır ki, həmin insanların yolunu cənnət çox böyük həsrətlə gözləyər. Yəni, bu qrup insanlara cənnət onlara qovuşmaq üçün tələsməkdədir, Allaha dua eləməkdədir ki, bu bəndələrini mənə daha tez qovuşdur, deyir. Bunlar kimlərdir deyə soruşanda, deyir, bir dilini tutan insanlardır, yəni yersiz yerə danışmayan insanlar, boş yerə danışmayan insanlar, qeybət etməyən, pis sözlərdən, ifadələrdən uzaq duran insanların yolunu cənnət həsrətlə gözləyər. Bir digəri acıları doyuran kimsələrdir. Acıları doyuranlara da cənnət çox böyük həsrət duyar daha doğrusu. Bir digəri isə oruç tutan insanlardır. Oruç tutan insanların yolunu da cənnət çox böyük həsrətlə gözləyər deyə Peyğəmbərimiz bizlərə bunu da buyurmaqdadır. Deyir, Ramazan ayı elə bir mübarək aydır ki, bu ayda möminlərin günahları bağışlanır. Necə ki, bir ilan o dərisindən qurtulur, artıq dərisini geridə atıb oradan uzaqlaşırsa, möminlər də Ramazan ayında sanki günahlarını geridə buraxaraq tərtəmiz bir şəkildə yeni bir dəri ilə, yəni yeni bir əməl dəftəri ilə həyatlarını davam edirlər. Bir gün Peyğəmbər s.ə.və soruşurlar ki, ya Rasulullah, niyə məhz bu ay Ramazan adlanır? Bunun Ramazan adlanmasının hikməti nədir? Həzrət Peyğəmbər s.ə.v buyurur ki, burada bir kəlmə var ki, Ramadan kəlməsi yanmaq mənasına gəlir bir mənada. Yəni Allah Təala bu müqəddəs ayda möminlərin günahını yandırıb kül edərək onlardan tərtəmiz bir şəkildə ayrılmağını təmin edir. Ona görə bu şəkildə buyurulur o Ramazan ayı deyə. Yəni bu ayda şeytanın qəhr-i pərişan olduğu bir aydır. Çünki şeytan insanı ən çox şəhvətlərlə aldadır. Şəhvətlər də yemək yediyimiz zaman daha çox güclənir. Yəni şəhvətə yönəlmə ehtimalımız nə qədər çox yesək, nə qədər çox dünyalıq nemətlərdən istifadə etsək, bir o qədər çox şəhvətimiz güclənir və şeytan bizi bir o qədər asan günahlara yönəldə bilir. Bu ayda isə bizlər nəfsimizin həmin qidası olan yemək içməkdən kəsdiyimiz üçün artıq şeytanın da yollarını bir növ burada biz bağlamış oluruq. Necə ki Peyğəmbər s.ə.v buyurur, şeytan sizin damarlarınızda axan qanın dolaşması kimi dolaşar, onun yolunu oruc vasitəsilə qapadın deyir. Biz də bu vəsilə ilə şeytanın yollarını sanki biz damarlarımızda axan qanın kəsilməsi kimi o şəkildə daraltmış oluruq. Və həqiqətən də əslində Ramazan ayında həqiqi mənada ac qalmaq deyə bir məsələ söz konusu ola bilməz. Çünki deyir, burada biz əslində Ramazan ayında bədənimizin qidasını azaltmaqla ruhumuzun qidasını artırmış oluruq. Məsələn, bədənin qidası yemək və içməkdirsə, ruhun qidası nədir? Namazdır, zikirdir, şükürdür, oruçdur. Yəni biz əslində bədənimizin qidasını kəsməklə bu ayda ruhumuzu bir baxıma qidalandırmış oluruq deyə burada biz qarşılaşırıq. Deyir, necə ki biz deyir, mədəmizin iftarını axşam yemək yeyərək ediriksə, əslində bütün bədən üzvlərinin özünə məxsus bir iftarı vardır. Məsələn, gözün iftarı gözəl baxmaqdır. Məsələn, cəmiyyət içərisində belə bir ifadə var ki, gözələ baxmaq savabdır deyirlər. Əslində bu yanlış bir ifadədir. Onun əsli bu şəkildədir ki, gözəl baxmaq savabdır. Yəni hər hadisəyə, hər məsələyə, təbiətə gözəl baxaraq orada Allah Taalanı görə bilməkdir. Yəni Allahın qüdrətini, qüvvətini, Allahın hikmətini orada görməkdir əsl savab olan iş. Və eyni zamanda qulağın iftarı vardır. Qulağın iftarı gözəl sözləri dinləməkdir. Qəlbin iftarı var ki, gözəl duyğular
orada bəsləməkdir ki, bu qəlbin iftarı olmuş olur. Yəni bu vəsiləsilə məsələn əlin iftarı var ki, xeyirli işlər görmək əlimizin iftarı olmuş olur sanki. Bu vəsilə bədənimizin bütün üzvlərini biz burada iftarını vermiş ola bilərik bu əməlləri yerinə yetirərsək əgər. Və deyir, oruclu ikən çalışın harama baxmaqdan son dərəcə uzaqlaşasınız. Çünki Peyğəmbər s.ə.v bir hədis şərifində qeyd edir ki, 5 şey vardır ki, insanın orucunu çox ciddi mənada zədələyər, çox ciddi mənada yaralayar. Bəzən həmin orucun pozulmasına belə səbəb ola bilər. Bu 5 şey nədir? Yalan danışmaqdır, yalan danışmaqdan sonra qeybət eləməkdir, kiminsə arxasınca bir fikir söyləməkdir, harama baxmaqdır eyni zamanda və bir digəri də yalandan and içməkdir. Və bu 5 əməl nə edir? Orucu çox ciddi mənada zədələyən əməllərdəndir. Ona görə də Həzrət Peyğəmbər s.ə.v buyurur ki, harama baxmaq şeytanın oxlarından bir zərərli bir oxdur və deyir kim sırf Allahdan qorxduğu üçün harama baxmazsa, Allah Teala o bəndəyə elə bir iman qismət eləyər ki, həmin iman vəsiləsi ilə o imanın zövqünü, dadını qəlbində hiss eləyər, deyir. Bu şəkildə ona görə onlardan çəkinməyimiz lazımdır. Deyir, günlərin birində Həzrət Peyğəmbər s.ə.v minbərə çıxır və minbərə çıxarkən biz həmişə dua eləyək minbərə çıxırıqsa, Həzrət Peyğəmbər s.ə.v 3 dəfə amin deyərək minbərə çıxır. Təbii ki, bu cəmaat burada təəccüblənirlər ki, ya Rasulullah, hər cə xütbəyə çıxan zaman siz dua eləyək çıxırdınız, amma bugün 3 dəfə amin deyərək çıxdınız. Bunun hikməti nədir deyə soruşurlar. Peyğəmbər s.ə.v qayıdır ki, Cəbrail əleyhissalam deyir, mənim yanıma gəldi və buyurdu ki, Ramazanda çox böyük mükafatlar vardır və bu ayın mükafatlarından yararlanmayanlara yazıqlar olsun, onların burnu yerlə sürünsün deyə bəddua elədi, deyir. Mən də ona görə deyir, Cəbrail əleyhissalama amin dedim, deyir. Yəni, dolayısıyla bu ayda həqiqətən də Allah Teala şeytanları bağlayır, bizim günahlarımızdan qaçınmağımız üçün böyük fürsətlər yaradır. Bu aydan da biz istifadə edə bilmiriksə, demək ki, 11 aydan da bizim istifadə etməyimiz çox belə real görsənmir. Başqa bir hədis şərifdə keçir ki, deyir, əgər möminin qəlbi Ramazanda hansı hal üzəri olarsa, digər 11 ayda da o halın üzəri olması daha çox real görsənir. Məsələn, əgər möminin qəlbi Ramazanda Allahla bağlıdırsa, Allahla əlaqəlidirsə, digər 11 ayda da bu şəkildə davam edər. Yox, əgər Ramazan ayında möminin deyədikdə, yəni bir müsəlmanın qəlbi dağınıq haldadırsa, dünya onun içərisinə daxil olsa, digər aylarda da bu şəkildə davranması daha həqiqətə uyğun görsənər. Və baxdığımız zaman İmam Qəzzali Həzrətlərinin gözəl bir izahı var orucla bağlı. Deyir, 3 qrup oruç tutan insanlar olur. Birinci qrup oruç tutanlar sadəcə mədələri ilə oruç tuturlar. Yəni yemədən, içmədən kəsilərək bu şəkildə oruclarını yerinə yetirirlər. Bu avamın orucudur. Onların savabı çox az olur, deyir. İkinci qrup oruç tutanlar var ki, onlar mədələri ilə yanaşı gözləri ilə də oruç tuturlar, pis sözü eşitməyərək qulaqlarını oruclu edirlər, yalan danışmayaraq dilləri ilə oruclu olurlar. Dolayısıyla bütün bədən üzvləri onların oruclu olur. Bunlar çox böyük savablar qazanan insanlardır. Üçüncü qrup isə bunlar peyğəmbərlərin oruclarıdır. Yəni kamil insanların tutduğu oruclar var ki, onlar nəinki mədəsini aç saxlayır, nəinki bədənini aç saxlayır, hətta deyir qəlbini belə dünya və dünyalıqlardan tamamilə arındıraraq sırf Allah ilə bağlayırlar. Bu, peyğəmbərlər və övliyaların tutduqları oruclar bu şəkildə olmaqdadır. Yəni, əgər bir insan deyir, düşünərsə ki, mən axşam iftarda nə yeyəcəm, o zaman deyir, həmin o kateqoriyadan aşağı düşmüş olar. Yəni, dünyalıq işləri sırf Allah rızası üçün xatırlayarlar. Digər bir məsələ üçün dünyalı işləri onlar heç vaxt oruclu halda xatırlamazlar. Və əziz qardaşlar, eyni zamanda deyir, 3 qrup insan vardır ki, Allah Teala onların duasını geri çevirməz. Bu 3 qrup insan kimdir? Hədis şərifdə keçir ki, birinci qrupa daxildir müsafir, yolçu olan kimsə ki, Allah Teala həmin insanların duasını daha tez qəbul eləyər. Bir digəri, zalimin zülmünə məruz qalmış məzlumun bədduasıdır. Ona görə deyir, heç kimin çalışın bədduasını almayın. Çünki əgər bir zülm altında olan insan bəddua eləyərsə, Allah onun duasını geri çevirməz. Və bir digəri isə oruclunun etdiyi duadır. Yəni, iftar açılıncaya qədər oruclunun duasını eləyir, Allah Teala qəbul eləyir, çox böyük mükafatlar verir ona. Və hətta görün, nə qədər Allah Teala orucluya böyük mükafatlar verir ki, oruclu deyir, yatır, yuxu halında olursa, onun yuxusu belə fərz ibadət qədər böyük savab yazılmasına gətirib çıxarır. Çünki dili oruçlu olan bir adamı Allah Teala bu şəkildə mükafatlandırır. Və eyni zamanda biz burada görürük ki, bugün mübarək cümə günüdür. Peyğəmbər s.ə.v buyurur ki, cümə günü kim mənə daha çox salavat gətirərsə,
qiyamət günü mənə ən yaxın olan adam o olacaqdır. Bu səbəblə bizim hər birimizin davamlı salavat gətirməyimiz lazım Peyğəmbər s.ə.və. Çünki deyir, cümə günü gətirilən salavatlar heç bir aracı olmadan, heç bir mələk olmadan birbaşa bizim lisanımızla Peyğəmbər s.ə.və ərz olunur deyə bir səhih hədisdə keçməkdədir. Buna görə də deyir, soruşurlar ki, ya Rasulullah, insanların ən xəssi kimdir? Deyir, insanların ən xəssi yanında adım çəkildiyi halda mənə salavat gətirməyən kimsələrdir. Allah məsəl alə Seyyid-i Muhammed və alə Seyyid-i Muhammed deyə bugün boş vaxtlarımız davamlı onu söyləməyimiz lazım. Çünki Ramazan ayında edilən ibadətlərə digər aylara nisbətən daha çox mükafat vəd edir Allah Taala. Bugün də mübarək Ramazan ayının ilk cümə günü olduğuna görə bu əməllərə xüsusi diqqət etməyimiz lazımdır. Və deyir, bu günlər təravih namazları çox önəmlidir. Təravih namazını tək biz evdə də qıla bilərik. Amma təbii ki, məsciddə qılmağımızın çox böyük fəziləti vardır. Hətta deyir, Peyğəmbər s.ə.v təravih namazlarını o qədər uzun qıldırardı ki, Peyğəmbər s.ə.v uzun qıldırması səbəbindən səhabələr deyir ki, biz sahura gecikəcəyimizi düşünürdük. Yəni, sahura qədər Peyğəmbər s.ə.v-in o uzun bir şəkildə təravih namazı qıldırdığı olmuşdu. Deyir, tez evimizə qaydardıq və həyat yoldaşlarımıza deyərdik ki, tez yeməyə gətir, sahurun vaxtı bu dəqiqə çıxacaqdır. Belə tələsik şəkildə sahurumuzu edərdik, orucumuzu orada tutmuş olardıq. Və təbii ki, Peyğəmbər s.ə.v 3 gün təravih namazını məsciddə qıldırır. Sonrasında isə baxırlar ki, Peyğəmbər artıq təravihə gəlmir. Soruşurlar ki, ya Rasulallah, sən niyə təravih namazını qıldırmaq üçün gəlmədin? Deyir, bilirəm ki, siz hər biriniz bunu cəmaatla qılmaq istəyirsiniz. Bu namazı mənim sizə qıldırmağımda bir maniyə də yoxdur. Amma qorxuram ki, Allah Taala bu namazı sizə fərz qərar verər. Əgər deyir, Allah Taala sizə təravihi fərz edərsə, o zaman deyir, sizin onu əda edə bilməyəcəyinizdən qorxuram. Ona görə tək başına qılmağa üstünlük verirəm. Daha sonra Həzrət Ömər radiyallahu anh dövründə cəmaatla qılınmağa başlayır. Və Həzrət Əli radiyallahu anh gözəl bir sözü var. Deyir, Allah Taala Ömərin qəbrini nurlandırsın. Çünki o da təravihi cəmaatla qıldıraraq məscidimizi nurlandırdı. Və həqiqətən də bu ay bizim təqvaya çatma ayımızdır. Quran-ı Kərimdə də keçir ki, oruc sizə təqvaya qovuşasınız deyə, yəni fərz qılındı. Təqva nədir deyə soruşulanda, deyir, sən heç tikanlı bir yolda getmisənmi? Qayda ki, bəli, tikanlı yolda getmişəm. Deyir, tikanlı yolda gedərkən necə ki, o tikanların ayağına batmamasına diqqət edirsənsə, təqva da biz bir möminin haram və halala o şəkildə diqqət göstərməsi deyə gözəl bir cavabını da vermiş olur. Və bu ayda həqiqətən də biz baxırıq ki, necə ki, Allah Taala cümə gününə qiymət verdi. Necə ki, cümə günü həftənin günlərindən sadəcə bir gün idi, amma Allah Taala onu dəyərli qıldı. Necə ki, Həzrəti Peyğəmbər sallallahu əleyhi və səlləm bizi kimi sadə bir insan idi, amma Allah Taala onu aləmlərə rəhmət qərar verdi və hamımızdan üstün tutdu. Və necə ki, Kəbə də bizim məscidimiz kimi bir məsciddir, amma Uca Rəbbimiz Kəbəni bütün məscidlərin şahı elan elədi. Eləcə də Ramazan ayda sadə 11 aydan biri kimidir qarşımıza çıxır. Amma Allah Taala ona çox böyük dəyər verdiyi üçün bu ayda çox böyük dəyərli bir ay olaraq qarşımıza çıxmaqdadır. Və deyir, bir nəfər ağsaqqala soruşurlar. Ağsaqqala deyirlər ki, ey ağsaqqal, bəs sən artıq qocalmısan, nə edirsən artıq oruç tutub? Allah Taala sənin günahını bağışlayar. Yəni bundan sonra çalış ki, oruç tutmayasan, özünü narahat eləməyəsən, mədəbi görməyəsən. Həmin ağsaqqal qayıdar cavab verir ki, deyir, vallahi deyir, bugün mənim orucu tutmağımın əziyyəti sabah axirətdə orucu tutmamağıma görə mənə verilən cəzanın əziyyətindən çox-çox aşağı olacaqdır. Ona görə çalışmağımız lazımdır ki, bütün oruclarımızı tutaq, nə qədər çətinlik çəksək də, əgər həkim icazə vermirsə tutma, təbii ki, bunu da tuta bilmərik. Yox, əgər başqa hallarda çox ağır belə üzürlü səbəbimiz yoxdursa, çalışmaq lazımdır oruçların hamısını tutaq. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim deyir, üzürsüz yerə Ramazan ayının bir gün orucunu qaçırarsa, 1000 ildə deyir, nafilə oruç tutsa, o bir günün əvəzini verə bilməz. Yəni, bu ay çox fəzilətlidir. Əgər bu ayın nə qədər dəyərli olduğunu bilsəydik, bütün ilin Ramazan olduğunu istəyərdik, deyir Peyğəmbər s.ə.v. Ona görə Allah Taalaya dua eləyək ki, Uca Rəbbimiz mübarək Ramazan ayını bağışlanmağımıza və cənnəti qazanmağımıza vəsilə qılsın. Allah Teala Ramazan ayında tutduğumuz oruc vəsiləsi ilə bizləri ən sevdiyi və salih bəndələrinin saflarına daxil eləsin. Lillahi Teala el-Fatiha.